Ne işte? Görmürsən, ata muğamına qulaq asıram Allah. Dayı, bəs mən də onu deyirəm, mən atan mazən gələmişdi, babam. Deyir ki, oğluma denə mənə bir 20-30 manat pul göndərsin, evə produkt alaq, abo yeriyir, daşından qırıldıq. Qoy cəhənnəm olsun, sən bilmirsən mənim o kişiyi görən gözüm yoxdur, gədə. Ay dayı, nətər bəs bəyəqinin ata muğamına qulaq asmırsan burada? Qoy cəhənnəm olsun, mənim ata muğamına qulaq asmaqdan xoşum gəlir, o kişiyi görən gözüm yoxdur. Sən də görün, mən zat dediyim məsələni həll elədin. Hə dayı, UFO'larla danışdım. Sənə bir dənə 20 milyon dollara bir dənə tariyelka danışmışam. Da oturub sürəsən probka da görməyək, səni narahat olma. Haraldı baş oğlu, o tariyelkadan birinin də özün al, narahat olma, daim ölmür. Ay Allah, bu yuxudu sən məni bu komadan ayıtma. Ay müəllim, axırı ki tapa bildiniz müəllim. Ay dayı, bu kimdir? Bunu tanımırsan, o kanallarda da xəbərçi verilişini aparandı da. Hər gün xəbərlər efirə getməmiş, gəlir bütün xəbərlərimi danışır, ondan sonra gedir efirə verir. Niyə geyikdin hə? Müəllim üzürlü sayını, bax evli çox yekədi, bayaqdan azıb qalmışdım. Nömrənizi də bilmirəm ki, sizə yığım xəbər edeyim. Nətər bilmirsən hə mənim nömrəmi? Bir dənə bir. Birə basırsan, yesə basırsan. Düşəcəm ma, ot xəbərləridir. Bildiyiniz kimi oliqarx müəllim Lionel Andres Messi Azərbaycana gəlib. Nə Messi hə? Messinin heç mən zənginlaşmıram. Yəni ma Messi haqqında məlumat versin. Gələn ildə baş oğlu. Ronaldonu özüm çağıracağım. Eşitdik, kanal dəyişmə olacaq. Bugünkü hava proqnozumuz havanın dəyişkən buludu olacaq. Dur, qızqın. Dərd ol buradan, hava. Aşıq, bir hava tıngıllat. Şeir deyəcəm. Davay. Qaranquş uça bilməz. Dəryada qaça bilməz. Baş oğlu, bu aşığı elə qoyaram. Don! Əlimi çəkdən, başqa şey deyirəm. Don vurar, yata bilməz. Başımı xarab elədin. Başım ağrır. Dayı, başın ağrırsa sana YouTube'dan mənə qəşəng mahnı açım qulaq as. O YouTube'dan mahnıya sən qulaq asıb yatarsan. Mən bunun səsini eşməzsəm, yata bilmirəm. Balaca, kodda. Benim buğdayım var, benim canım gözüm